Gündəlik həyatımızın ayrılmaz hissəsi olan çörək həm də ən həssas qida məhsullarından biridir. İnsan sağlamlığına birbaşa təsir edən bu məhsulun istehsalı və satışı zamanı yüksək keyfiyyət standartlarına riayət olunması vacibdir. Lakin təəssüf ki, bəzən bu qaydalara əməl olunmadığı hallar da müşahidə olunur. 22 mart tarixində Gəncə şəhərində yerləşən Sukonlu çörək məmulatları istehsal edən müəssisədən alınmış çörəkdə aşkar olunan qüsurlar bu məsələnin aktuallığını bir daha gündəmə gətirir. Çörəyin üzərində 2 zədələnmiş hissənin olması onun istehsal və ya daşınma mərhələsində lazımi nəzarətdən keçmədiyini göstərir. Belə məhsulun satışa çıxarılması isə həm istehlakçı hüquqlarının pozulması, həm də müəssisənin məsuliyyətsiz yanaşmasının göstəricisidir. Çörək istehsalı prosesində gigiyena, texnoloji qaydalar və vizual keyfiyyət yoxlaması əsas şərtlərdən sayılır. Məhsulun son mərhələdə yoxlanılmadan satışa buraxılması isə qəbul olunmazdır. Çünki alıcı aldığı məhsulun sağlam və standartlara uyğun olacağına inanır. Bu kimi halların qarşısını almaq üçün aidiyyəti qurumların nəzarəti gücləndirməsi, müəssisələrin isə daxili keyfiyyət sistemlərini daha ciddi şəkildə tətbiq etməsi vacibdir. Eyni zamanda istehlakçılar da belə hallarla qarşılaşdıqda susmamalı, öz hüquqlarını müdafiə etməlidirlər. Unutmaq olmaz ki, keyfiyyətli və təhlükəsiz qida hər bir vətəndaşın haqqıdır. Bu haqqın qorunması isə həm istehsalçıların, həm də nəzarət orqanlarının birbaşa məsuliyyətidir.